Salam, bu günləri iqtisadi coğrafi rayonların ardına baxacağıq. Qazax Tovuz iqtisadi rayonuna baxırıq. Qazax Tovuz iqtisadi rayonunun sahəsi 7,3 min kvadrat kilometr, əhalinin sayı isə 690,6 min nəfər təşkil eləyir. 1000 nəfər təşkil edir. Qazax Tovuz iqtisadi rayonunun tərkibinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonları daxildir. Bu şəhərlərin sayı rayonların sayından çoxdur. Çünki Tovuz rayonunda inzibati rayon mərkəzi olmayan Qovlar şəhəri yerləşir. İkinci şəhər olaraq Tovuz şəhərindən başqa. Şəmkirin xarici ölkəyə çıxışı yoxdur. Nə Ermənistana, nə də Gürcüstana. Digərləri isə Qazax, Ağstafa, Tovuz hər iki ölkəyə çıxır. Həm Gürcüstan, həm Ermənistan. Gədəbəy rayonu isə yalnız Ermənistanla həmsərhəddə yerləşir. Metallurgiya sənayesi yaxşı inkişaf eləyib. Mis filizi, Qaradağ, qızıl qoşa yataqları, bentonit gili var, Qazaxda daş sahlı yatağı, seolit gili var, Tovuzda Ağdağ yatağı kimi faydalı qazıntılara malikdir. Buradan bütün nəqliyyat yolu, əsas magistral yollarımız, boru kəmərlərimiz, dəmir yol xəttlərimiz bu ərazidən keçir. Mis və qızıl hasilatına görə Gədəbəy fərqlənir. Gədəbəydə istehsal olunan qızıl Iron Brend adı altında dünya bazarına çıxarılır. Tovuzda seolit gili və sement ehtiyatlarına görə fərqlənir. Bentonit gilindən odu davamlı qəlib kimi istifadə edirik. Sonra burada düzən meşələr qorunur. Düzən meşələrin qorunduğu Qarayazı qoruğu var, Tuğay meşələri. Həmçinin eyni adlı Qarayazı Ağstafa yasaqlığı da var. Qazax və Ağstafa rayonlarının ərazisində. Gədəbəydə Qızılca yasaqlığı var. Şəmkirdə Şəmkir yasaqlığı var rayon adına uyğun olaraq. Kiçik Qafqaz dağları və düzənlik hissəni əhatələdiyinə görə həm yay, həm də qış otlaqlarına malikdir. Ərazisi iki tektonik zonada yerləşir. Kür tektonik çökməsi və böyük Kiçik Qafqaz tektonik qalxma zonalarında yerləşir. Kənd təsərrüfatında taxılçılıq, üzümçülük, şərabçılıq, pambıqçılıq, heyvandarlıq, kartofçuluq yaxşı inkişaf eləmişdi. Qara torpaqlara rast gəlir Gədəbəy rayonunun ərazisində. Şərabçılıq dediyi inkişaf edib. Su elektrik stansiyası var, Şəmkir sesi var. Ərazisində enerjinin təmin edilməsində mühüm rol oynayır. Bu Qazax Tovuz iqtisadi rayonudur. Qazax Tovuzdan sonra Gəncə Daşkəsən iqtisadi rayonu gəlir ki, onun aşağı hissəsində yerləşir Gəncə Daşkəsən. Şəkil düşməyib deyə burada ayrıca izah edirəm. Gəncə Daşkəsən iqtisadi coğrafi rayonunun sahəsi 5,127 min kvadrat kilometr, 5,127 min kvadrat kilometr. Əhalisi isə 612,1 min nəfər əhaliyə malikdir. Gəncə Daşkəsən iqtisadi coğrafi rayonudur. Qazax Tovuz iqtisadi coğrafi rayonunda əhalisi milli tərkibi yekcinsli, yəni əsasən Azərbaycanlılar təşkil edir. Gəncə Daşkəsən iqtisadi rayonuna tərkibinə 4 inzibati rayon, 7 isə şəhər daxildir. Yəni şəhərlərin sayı rayonların sayından çoxdur. Daxil olan rayonlarımız Daşkəsən, Göygöl, Goranboy və Samux rayonlarıdır. Şəhərlər isə Goranboyda Dəliməmmədli şəhəri var əlavə olaraq. Göygöl və Samux rayonları arasında Gəncə şəhəri var. Goranboy rayonunda Naftalan şəhəri var. 3 dənə şəhər əlavə olduğuna görə 4 rayon və rayon mərkəzi olan şəhərlər, tam Göygöl rayonu Göygöl şəhəri, Daşkəsən rayonu Daşkəsən şəhəri, Samux rayonu Samux şəhəri və Goranboy rayonu Goranboy şəhəri. Bunlardan əlavə Gəncə şəhəri, Naftalan şəhəri və Goranboyda Dəliməmmədli şəhərləri yerləşir. Faydalı qazıntı ehtiyatlarına görə seçilir. Zəyli Alinit yatağı var Daşkəsəndə. Dəmir filizi çıxarılır. Qara metallurgiya əsası buradan irəli gəlir. Goranboyda gips yataqları var, Ağcı kənd yatağı, mərmər ehtiyatı var Daşkəsəndə elə. Kükür barıt ehtiyatlarına görə fərqlənir. Göygöl rayonu barıt ehtiyatına görə fərqlənir. Xarici ölkəyə çıxışı var. Həm Ermənistana, həm Gürcüstana çıxışı var. Daşkəsən rayonu Ermənistana, Samux rayonu isə Gürcüstana çıxış əldə edir. Amma xarici ölkəyə çıxışı olmayan rayonlarımız da var. Hansı rayonlarımızda onlar burada xəritə yoxdur deyə göstərə bilmirəm. Göygöl rayonu, Goranboy rayonu və Naftalan şəhərinin Gəncə şəhərləri xarici ölkəyə çıxışı yoxdur. Göygöldə Hacıkənd Xoşbulaq istirahət zonası yerləşir. Uçqun məişəli göllərimiz var burada. Göygöl, Maralgöl, Zəligöl 1939-cu ildə zəlzələ baş vermişdi. Onun nəticəsində yaranmışdı. Şəhər əhalisinin payı yüksəkdir. Gəncə şəhəri, Naftalan şəhəri şəhərlər çox olduğuna görə şəhər əhalisi urbanizm səviyyəsi yüksəkdir. Təbii artım özü aşağıdır, amma hər bir nəfər 1,1 nəfər düşür. Özü iki tektonik zonada və iki təbii vilayətdə yerləşir. Kürçüvəlliyi və Böyük Kiçik Qafqaz təbii vilayəti, həmçinin Kiçik Qafqaz tektonik qalxmasının Kürçüvəlliyi tektonik enməsi zonalarında yerləşir. Gəncədə Detal alüminium zavodu var ki, buradan alüminium oksidi alınaraq Sumqayıta göndərilir ki, alüminium məhsulları istehsal olunsun. Sonra bu rayon haqqında
Əsas eləyə biləcəklərimiz bunlardır. Sonra Göygöl Milli Parkı var idi ərazisində. Bunlar. O da iki şəkil olmadığına görə ümumi şəkildə məlumat verdim. Daha sonra gəldik Qarabağ İqtisadi Coğrafi rayonu. Qarabağ İqtisadi Coğrafi rayonu sahəsinə görə birinci yerdədir. Digər iqtisadi rayonların arasında sahəsi 8,99 8,99 min kvadrat kilometr ərazini əhatə edir. Əhalisi 97,9 min nəfərdir. İnzibati rayonlar sayına görə seçilir bura. Tərkibə daxil olan rayonlar Bərdə, Ağcabədi, Tərtər, Ağdərə rayonu yenidən müstəqil elan olundu. Ağdam, Xocalı, Şuşa, Füzuli və Xocavənd rayonları şəhərlərdən isə Xankəndi şəhəri daxildir. Rayonların sayı şəhərlərin sayından çoxdur burada. Daha doğrusu bərabərdir. Xarici ölkəyə çıxışı var. Bir dənə Füzuli rayonu vasitəsilə Ermənistana, İrana çıxır. Ermənistana çıxışı yoxdur. Yalnız İran ərazisinə keçə bilir. Füzulidə Horadiz şəhəri var. Şəhərlərin sayı inzibati rayonların sayından çoxdur. Füzulidə Horadiz şəhəri, burada Xankəndi şəhəri, inzibati rayon mərkəzi olmayan şəhərdir. Ə, ə, Bu şəhərlərə görə daha çox şəhərlər sayı daha çoxdur. Bərdə və Ağcabədi Kür çayına çıxışı var. Bunlarda neft ehtiyatları var həmçinin. Ə, Neft ehtiyatlarına malikdir. Zəfər yolu çəkilib. Füzuli, Xocavənd, Şuşa, Xocalı rayonları arasından keçir Zəfər yolu. Füzulidə beynəlxalq hava limanı fəaliyyət göstərir. SES-lər var. Su qoşan 1, su qoşan 2 SES-ləri. Tərtər çay üzərində Sərsəng su anbarı var. Ağdərə rayonu arasında düşür hal-hazırda. Ağdərədə polimetal yatağı var, mehmanə yatağı, mərmər yatağı var, gülablı yatağı Ağdamın arasında. Mineral bulaqlarla zəngindir. Şuşada turist işıqla mineral bulaqları var. Kənd təsərrüfatında isə pambıqçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, heyvandarlıq inkişaf eləyib. Qəsəbələri var. Xankəndi şəhərində Kərkicahan qəsəbəsi, Xocalı rayonunda Əsgəran qəsəbəsi, Xocavənd rayonunda Hadrut qəsəbələri, ən məşhurlarını göstərə bilərik. Ə, Sonra burada çayları, Köndələn çay, Qarqar çay var idi. Çaylar arasında yağış su ilə, Tərtər çayı yeraltı su ilə qidalanan çaylar hesab olunurlar. Bu da Qarabağ İqtisadi rayonu ilə aid olan fikirlərimiz. Əsas bilməli olduğumuz Qarabağ İqtisadi rayonu bir inzibati rayon vasitəsilə bir dənə xarici ölkəyə çıxır ki, o da İran ərazisinə çıxır və sahəsinə görə ən birinci yerdə idi. Kürə çıxışı olan, həm kürə, həm arası çıxışı olan rayonları var. Sonra burada Füzuli rayon ərazisində Milmuğan su anbarı da var. Milmuğan su anbarı yerləşir Araz çayının üzərində. Onu da deyə bilərik. Şəhərlərin sayına görə də seçildi. Daha sonra Şərqi Zəngəzur İqtisadi Coğrafi rayonu gəlir. Şərqi Zəngəzur İqtisadi Coğrafi rayonunun sahəsi 7,47 min kvadrat kilometr. Əhalinin sayısı 345 min nəfərdir. Yəni əhalinin sayı azdır, ona görə sıxlıq da azdır. Əhatə elədiyi rayonlar Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları 5 rayon və 5 şəhərlə əhatə olunub. Yəni inzibati rayonların sayı şəhərlərin sayına bərabərdir. Şəki Zaqatala idi, Dağlıq Şirvan idi, Şərqi Zəngəzur idi. Bunlarda şəhərlərin sayı ilə rayonların sayı bərabərdir. Burada deməli xarici ölkələrdən həm Ermənistana, həm də İrana çıxışı var. Cəbrayıl Zəngilan həm Ermənistana, həm İranadır. Cəbrayıl yalnız İranadır, digərləri isə yalnız Ermənistana çıxış əldə eləyir. Burada yerli xalq milli tərkibinə görə mürəkkəbdir. Kürdlər və ermənilər, ruslar məskunlaşmışdı. Fədəl qazıntılarla zəngindir. Kəlbəcərdə civə yataqları, Kəlbəcərdə, Laçında Ağ yataq, Şorbulaqlı, Hüçay, Laçında Gigas çay, Narzanda kimi civə yataqları var. Xromit ehtiyatları var Kəlbəcərdə, Göydərə, Laçında ipək yatağı, Əqiq ehtiyatı var Qubadlıda, Eyvazlı yatağı, Kəlbəcərdə perlit yatağı var, isti su yatağı var. Sonra travertin yatağı. Tikinti materiallarından zəngindir bu hissə. Mineral bulaqlarına görə seçilir. Kəlbəcərdə isti su mineral bulağı fəaliyyət göstərir. Kənd təsərrüfatında ixtisaslaşmış sahə kimi üzümçülük, tütünçülük, taxılçılıq, heyvandarlıq əsas inkişaf eləmiş yerlərdir. Heyvandarda yay və qış otlaqları var. Düzən aşağı hissəsi düzən ərazilərdə qış otlaqlarıdır. Laçında Güləbrit elektrik stansiyası var. Kəlbəcərdə çıraq 1, çıraq 2 sesləri, Cəbrayılda Xudafərin sesləri və Qızqalası sesləri Araz çayı üzərində
mövcuddur. Sonra Zəngilanda işğaldan azad olduqdan sonra Ağallı kənd layihəsi həyata keçiriblər. Ağalı kəndində Ağalı kənd yaradıblar. Zəngilan və Laçın rayonlarının ərazisində hava limanları açılmışdı müharibədən sonra. Mineral ehtiyatlarla da zəngindir. Bunlar da Şərqi Zəngəzur iqtisadi coğrafi rayonunun əsas xüsusiyyətləridir. Daha sonra gəldik Mərkəzi Aran İqtisadi Coğrafi rayonuna. Mərkəzi Aran İqtisadi Coğrafi rayonu sahəsi 669 min kvadrat kilometrdir. Əhalisi sayısı 743,2 min nəfərdir. Əhalisi sayı çoxdur. Tərkibinə daxil olan rayonlarımız deməli, tərkibinə daxil olan rayonlarımız hansılardır? Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarıdır. Həmçinin Mingəçevir şəhəri. Şəhərlərin sayı rayonların sayından çoxdur. Əhalisi milli etnik tərkibinə görə yekçisdir, yəni əsasən Azərbaycanlılardır. Kür sahilinə çıxışı var. Ucarla Göyçay isə Kür çay sahilinə çıxışı yoxdur, yəni çıxış əldə eləmir. Mingəçevir Kürün Yevlax və Mingəçevir Kürün hər iki sahilində yerləşən ərazilərdir. Ərazisindən magistral yollar, neft kəmərləri, boru xətləri, dəmir yol xətləri keçir. Amma Zərdab və Göyçay rayonları arasında heç biri keçmir. Sonra xarici ölkəyə çıxışı yoxdur Mərkəzi Aran İqtisadi Coğrafi rayonunun tərkibin bu təbii ehtiyatlarına görə neft ehtiyatları, qum ehtiyatları, çınqıl, mişardaşı ehtiyatları var. Mingəçevirdə Azərbaycan dresi, sesi, Varvara sesi Yevlax rayon ərazisində fəaliyyət göstərir və enerji ehtiyatı ilə təmin edir. Göyçayın özündə kiçik ölçülü seslər fəaliyyət göstərir. Elektroenergetika sənayesi, tikinti materialları sənayesi üzrə ixtisaslaşıb. Sonra kənd təsərrüfatında taxılçılıq, üzümçülük, bostançılıq əsası yer tutur. Mingəçevirin özündə sənaye parkı var. Mingəçevirdə texniki rezin istehsal olunur. Yevlaxda yunun ilkin emalı, Mingəçevirdə pamuk parçası istehsal edən müəssisələr. Bunlar hamısı yüngül sənayeni təmsil edən müəssisələrdir. Yay otlaqları yoxdur, əsasən qış otlaqlarına maiddir. Düzənlik ərazisi olduğuna görə. Ərazisində yuxarı Şirvan, yuxarı Qarabağ kanalları keçir. Çox hissəsi də Şirvan düzündə yerləşir. Bir dənə Yevlax rayonu həm Şirvan, həm də Qarabağ düzünün ərazisinə düşür. Bu da Mərkəzi Aran İqtisadi Coğrafi rayonu haqqında olan qısa bilgimiz. Daha sonra gəlir Şirvan Salyan İqtisadi Coğrafi rayonu. Şirvan Salyan İqtisadi Coğrafi rayonunun sahəsi 6,8 6,8 min kvadrat kilometr, əhalisi 504,3 min nəfər əhaliyə malikdir. Ərazisində əhatə edir Hacıqabul rayonu, Şirvan şəhəri, Biləsuvar, Neftçala və Salyan rayonları əhatə edir. Deməli, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonları. Əlavə olaraq isə Şirvan şəhəri əhatə edir. Şəhərlərin sayı inzibati rayonların sayından çoxdur. Buna görə Xəzər dənizinə çıxışı var, Neftçala rayonu ərazisindən Xəzər dənizinə çıxışı var. Xarici ölkəyə çıxışı var. Biləsuvar rayonu vasitəsilə İran Respublikası ilə həmsərhəddir Biləsuvar rayonu. Sərhəd keçid məntəqəsi də var. Əhali milli tərkibi, etnik tərkibi yekçinsdə əsasən Azərbaycanlılardır. Hacıqabul və Şirvan nəqliyyat qovşaqlarıdır. Hacıqabulda sənaye parkı var. Neftçalada Xəzər avtomobilləri istehsal olunur. Hacıqabul və Şirvan özləri nəqliyyat qovşaqlarıdır, yəni nəqliyyatla yolların kəsişməsində yerləşir. Fayda qazıntı ehtiyatlarına zəngindir. Neftçalada yodlu, bromlu mineral bulaqlar var. Neft təbii qaz ehtiyatları var. Sabirabadda, Salyanda mineral bulaqları var. Mişota, Babazənən kimi yodlu, bromlu mineral bulaqlardır. Sonra burada plastik kütlə zavodu var. Salyan ərazisində su qızdırıcı zavodlar fəaliyyət göstərir. Hacıqabulun özündə xalçaçılıq fəaliyyət göstərir. Kənd təsərrüfatında pambıqçılıq üzrə ixtisaslaşır. Quru su tropik meyvəçilik, üzümçülük, taxılçılıq üzrə əsas qış otlaqlarına malikdir. Dağlıq ərazi olmadığına görə yay otlaqları yoxdur. Neftçala rayonunun ərazisində balıqçılıq müəssisəsi var. Banka qəsəbəsində fəaliyyət göstərir. Burada Qızılağac Milli Parkı yerləşir. Neftçala rayonunun ərazisində, Neftçala, Masal və Lənkəran rayonlarının arasında düşür. Bəndovan Yasaqlığı, Şirvan Qoruğu Milli Parkı bunlar Şirvan Salyan İqtisadi Coğrafi rayonunun ərazisinə düşürlər. Sabirabad rayonu da Kürün hər iki sahilində yerləşən rayonumuzdur. Daha sonra gəldik növbəti Milmuğan İqtisadi Coğrafi rayonuna. Milmuğan İqtisadi Coğrafi rayonunun sahəsi 5,67 min kvadrat kilometr, əhalisi sayısı isə 526,4 min nəfərdir. Tərkibinə daxil olan rayonlarımız Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarıdır.
Saatlı Sabirabad rayonlarıdır. Bəxarlı Sabirabad dedim, Hacıqabul rayonu idi. Deməli, daha sonra Araz çayının sahilində yerləşir. Beyləqan, İmişli, Saatlı Sabirabad. Bunlar dördü də Araz çayının sahilindədir. İmişli, Saatlı Sabirabad Araz çayının hər iki sahilində yerləşir. Beyləqan isə Araz çayının yalnız sol sahilində yerləşən rayonumuzdur. Beyləqan və İmişli rayonları İranla xarici ölkəyə çıxış əldə eləyir. Həm Kür çayının, həm də Arazın çıxışları var. İmişlinin, Saatlının, Sabirabadın, Beyləqanın da həmçinin. İnzibati rayonların sayı şəhərlərin sayına bərabərdir. Yəni eyni adlı şəhərlər və eyni adlı rayonları var. Əlavə şəhər yoxdur. Əsəb bir təkrar zonada yerləşir. Kür təkrar çökmə zonasında yerləşir. Sabirabad, üzr istəyirəm. Sabirabad Kürün hər iki sahilində yerləşir. Burada şəkər çuğunduru istehsal edən müəssisə var İmişli rayon ərazisində. O müəssisə yaradılandan sonra Azərbaycan şəkər ixracatçısına çevrildi. E, Bal yetişdirmək üçün zavodlar var, tikilirlər. Qış otlaqları əsasən düzənlik ərazisi olduğuna görə həm Mil, həm də Muğan düz ərazisində yerləşir. Ağgöl Milli Parkı var. Ağcabədi Beyləqan rayonları arasında düşür. Beyləqan, Mil Muğan İqtisadi rayonu. Ağgöl və Sarısı gölləri var. Bərhamtəpə su qapışağı var Beyləqan rayonu ərazisində. Yuxarı Qarabağ, Baş Mil və Baş Muğan kanalları çəkilmişlər ərazisindən. Bunlar da Mil Muğan İqtisadi Coğrafi rayonu haqqında olan qısa bilgilər.